Bakıda ictimai nəqliyyatda qadın sürücülərin sayı artır. Bəs bu dəyişiklik sərnişinlər tərəfindən necə qarşılanır? Gəlin birlikdə öyrənək. Qadın sürücülərin olmağı əlbəttə ki, tədbirə layiqdir. Belə deyək də, qadın sürücülərimiz daha təmkinli olur, səbirli olur. Sərnişinlər daha etibarlı əllərdədir. Hər halda dəstəkləyirəm. Qadın böyük qüvvədir, istənilən bir işi bacara bilər. Təbii ki, burada peşəkarlıq öz rolunu oynayır. Əgər peşəkar bir sürücü olarsa fərqi yoxdur. O qadın olsun ya bəy olsun, idarə eləyə bilər. Mən hələ ki öyrəşməmişəm qadınların avtobus idarə etməsinə. Onun üçün mənə hələ təhlükəli gəlir. Yəni saatlarca dayanacaqda gözləyərəm, amma qadınlar idarə edən avtobusa hələ ki minmərəm. Spesifik bir mövqeyim yoxdur, neytralam. Ancaq uğurlar arzulayıram, çünki hər cür psixologiyadan olan insanla qarşılaşacaqları üçün məncə bu iş yorucu olacaq. Ona görə də sadəcə bol uğur və səbir diləyirəm. Qadın sürücüləri çox yaxşı baxıram. Nə olub ki, qadınlarımıza? Mən onun tərəfdarıyam ki, gender bərabərliyi sözdə olmasın, həm də işdə olsun. O nöqteyi nəzərdən qadın kişi bu dəqiqə elmdə bir çalışır, məsələn, incəsənətdə bir çalışır və o cümlədən də metroda və yaxud da ki, avtobusda qadın sürücü olmağı tam normal bir şeydir. Heç bir problem yoxdur. Çox gözəl təşəbbüsdür. Mən dəstəkləyirəm. Sorğumuz göstərdi ki, cəmiyyətdə avtobus qadın sürücülərinə münasibət əsasən müsbətdir. Görünən odur ki, genderdən asılı olmayaraq peşəkarlıq və məsuliyyət sərnişinlərin əsas gözlənisi olaraq qalır.